Onun ən böyük arzusu elə şəhid olmaq idi. Hətta o döyüşə getməmişdən 2 həftə öncə öz şəklini çıxardıb gətirmişdi ki, bu mənim vəziyyətimdir. Başdaşıma bu şəklimi vurarsınız. Çox şükür ki, onun bir məzarı var və biz onun vəsiyyətini yerinə gətirə bilmişik. Mən atamla fəxr edirəm. Yaxşı ki, mənim atamdır, mən də yaxşı ki, onun qızıyam. ...2016-cı il aprelin 1-i Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalır. 2018-ci il mayın 20-27-si aralığı Naxçıvan Muxtar Respublikası tərəfindən Ermənistan istiqamətində reallaşan Günnüt əməliyyatı. 2020-ci il iyulun 12-si Ermənistan Silahlı Birləşmələrinin Azərbaycanın dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınır. 2020-ci il sentyabrın 12-14-də ordumuz Ermənistan tərəfinin növbəti hücum cəhdi ilə üzləşir. Ardınca 27 sentyabrın sabahını yenə də erməni təxribatı ilə açırıq. Bu dəfə şanlı ordumuz düşmən tərəfindən həyata keçirilən bütün əməliyyatların qarşısını bir dəfəlik almaq qərarına gəlir. Geniş tərkibli hərbi əməliyyatlar başlayır. 44 gün davam edən gərgin döyüşlərin sonunda yağı düşmən diz çökməli hərbi əməliyyatların dayandırılması üçün Rusiyanın vasitəçiliyi ilə üç tərəfli razılaşma sazişi imzalamağa məcbur olur. Atamla o qədər çox xatirələrim var ki, yəni o deyərdi ki, birinci vətən, ondan sonra ailə lazımdır. Çünki əgər vətən olmasa, torpaqlarımız bir yerdə olmasaydı, ailəmiz də yaxşı olmazdı. Mənim atam çox vətənpərvər insan idi. Haçanın vətən haqqında söhbət açılsa, sevilərdi. Hər zaman atamın işdən gəlməyini gözləyərdi. Nə vaxt o işdən gəlsə, bizim də hər zaman oyunlar oynayardı. O bizim ən gözəl anlarımızdan biri olardı. Hal-hazırda atamı görməsəm belə, o hər zaman hər bir Azərbaycanlının qəlbində yaşayır və mən də bir şəhid qızı olaraq, hər bir şəhid qızı kimi öz atamla fəxr edirəm. Hərbi əməliyyatların dayandırılmasından 3 il sonra 19 sentyabr 2023-cü ildə səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və Erməni Silahlı Birləşmələri arasında toqquşma başladı. Münaqişə Azərbaycan Silahlı Qüvvələrinin Rusiya sülh məramlı kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılırdı. Azərbaycan tərəfinin xoş niyyəti, ədalətindən sui-istifadə edən separatçı qalıqlar yenidən kənar qüvvələrin dəstəyi ilə silahlanmağa, sivil vətəndaşların həyatına təhlükə yaratmağa başlamışdı. Azərbaycanın Müdafiə Nazirliyinin anti-terror əməliyyatı adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi və bu, yeni hərbi əməliyyatların başlaması üçün bardağı daşıran son damla oldu. Ərazi bütövlüyümüzün tam bərpasına ehtiyac yaradan lokal xarakterli Qarabağ döyüşləri başladı. 24 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-sində saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Bütün separatçı qüvvələr tərk silah edildi.
Onlara başçılıq edənlər həbs edilərək Bakıya barmaqlıqlar arasına gətirildi. Azərbaycanın suverenliyi bərpa olundu. 3200-dən çox bizim qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi qələbənin əsas faktorlarıdır. 90 mindən çox gənc Azərbaycanlı vətən uğrunda İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Bildiyiniz kimi 44 gün ərzində şanlı ordumuz hər gün irəli gedirdi. Hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar. Ancaq yenə də bu zəfəri təmin etmək üçün dayanmadılar. Müharibə itkisiz olmur. Müharibə qəhrəmansız da olmur. Əbədi qəhrəmanların canı və qanı ilə yoğrulan torpaq vətənə dönüşür. Bugün qanımız və canımızla geri aldığımız o torpaqlarda hər bir Azərbaycan vətəndaşının imzası var. Bizə vətəni geri verən oğullarımızın yadigarları isə göz bəbəyimizdir. Vətənpərvər insan olubdu, yəni o da bizi belə öyrədibdi, vətənpərvər. Yəni mən atamla fəxr edirəm ki, mənim atam qəhrəmandır. Həmişə o evə gələndə məndən dərslər soruşurdu. Deyirdi ki, get məktəbdə 5 al gəl, məni sevindir. Xatırlayıram ki, atam istəyirdi ki, mən həkim olum və mən bugün də həmişə öz üzərimdə çalışaraq gələcəkdə dövlətimizin ən yaxşı həkimlərdən birini olmağı sağlayacağam. Sən vətənin keşiyində atan kimi dayanacaqsanmı? Əlbəttə bu hamımızın borcudur. Bütün oğlan əsgərlərimizin, bütün kişi hərbiçilərin borcudur. Bizə bu qüruru yaşadanlar, Azərbaycanı addım-addım birləşdirib xalqı bir yumruq kimi ətrafında cəmləyən Ali Baş Komandan var olsun. Şuşada başımızın üzərində ucaldılan bayrağımız daim dalğalansın. Dalğalansın ki, vətən ola bilməmiz üçün canından keçən şəhidlərin ruhu şad olsun.